xalq artistindən Eltona xəbərdarlıq olsan, hələ o səviyyədə deyilsən. Mən bilirəm ki, nəyə görə dedi. Bir verilişdə Elton dedi ki, Flora Kərimova 500 mahnı oxuyub, onun yüzü sevilir, yadda qalır. Amma Şövkət Məmməd Ələkbərova 100 mahnı oxuyub, yüzü də sevilir. Elton, mən onu dinləyəndə mən çox təəssüfləndim. Flora xanım 500 mahnı oxuyub, ifa edib, 500-ü də sevilir. 500-ü də sevilir. Bu yaşda Flora xanım kimi sevilən heç bir müğənni yoxdur. Bu günlərdə onun bu duet ortağı, duet etdi də bir Rövşənlə. Mən belə heyrət etdim ki, o yaşda müğənni belə gözəl ifa etsin də. Amma sizin fikrinizi mən qəbul etmirəm ki, Şövkət Ələkbərova 100 mahnı oxuyub, hamı yadda qalıb, Flora Kərimova biraz danışanda özünüz də insanlara tələb edirsiniz ki, mənə qarşı, mən sənətkara qarşı sayğıyla yanaşsın. Siz niyə Flora xanıma sayğıyla yanaşmırsınız? O nə ifadədir? Gəlin barmaqla sayaq ki, Flora xanımın bütün mahnıları sevilir. Hamı da sevir onun ifasını. Təbii ki, Flora xanım da cavab verib. Mən istinad edirəm Yeni Sabaha. Flora Kərimova Elton Hüseyin Əliyevin onun haqqında səsləndiyi fikirlərə cavab yazıb. Sənətin barədə danışmağa mənim tör-töküntülərimlə sənətkar olub sizə örnəklik edənlərin səviyyəsinə çatanda haqqınız olacaq. Sənətimi müzakirə etmək üçün isə sizin dilinizlə deyim, Elton, o 100 qaymaq mahnım yox, qızıl fondda qalan 400 dəxilsiz oxuduğum mahnıların hər birini, yəni səviyyəsində təkcə sən yox, elə ustadların daxil oxuya biləcəyiniz haqqınız, yəni haqqınız çatmır da, danışmayın mənim haqqında. Elton, elə demək istəməmişdim, deyəcəksiniz. Mənəvi gücünüz çatacaqsa, üz-üzə istəyəcəksiniz ya da heç istəməyəcəksiniz. Gözləntim də yoxdur. Nə vaxtsa qismət olsa, qarşılaşsaq, sizi öpüb yeni oğlum deyə qucaqlayacağım. Lakin bu dünyadan nigaran köçməyimə daha çox təəssüflənənlər. Bilmirəm, yəni siz və sizlər olacaqsınız. Yenə də deyirəm, Elton, sizin Flora xanımla bağlı işlətdiyiniz bu ifadə, bizdə də o bir məsuliyyətdir. Siz elə bir ifadə işlətdiniz ki, o sizə yaraşmır. Heç sizin nə sənətinizə yaraşır, nə yaşınıza yaraşır, nə ifanıza yaraşır. Siz özünüzü çox böyük sənətkar hesab edirsiniz. Siz Flora xanımın qarşısında, sənətin qarşısında xırdacasınız, çox xırdacasınız. Mən tövsiyə edirəm, böyük sənətkarlar haqqında heç mən icazə vermirəm, siz və digərləri danışsın.